Bəzən xanımlar elə düşünürlər ki, gecə yatmasalar, işlərini görsələr müvəffəq olacaqlar, amma gündüz işlərində çox geri düşürlər. Hansı işlərdə mən indi tamaşaçıların nəzərinə çatdırım, xanımların səhər əhval-ruhiyyəsi yaxşı olmur. Səhər öz övladına səbirli və hövsələsi olmur, əsəbi olur və bu onu zaman baxımından da, mehr-məhəbbət baxımından da çox geri atır. İnsani inkişaf baxımından da çox geri atır. O yüzden də hətta yuxuları üçün belə proqramları olsun. Necə proqramları olsun? Yəni bacardıqları surətdə, öz şəraitlərinə uyğun, istisnai halları çıxmaq şərti ilə ki, bəzi insanlar var ki, məcburdurlar gecə hansısa işləri görsünlər. Onları çıxmaq şərti ilə ümumi cəmiyyətdə xanımlar yaxşı olar ki, öz yuxularına belə proqram versinlər. Hansı vaxtlarda yatsınlar? O vaxtlardakı Peyğəmbər salavatullah və bizim 12 imamımız buyurur ki, bu vaxtlarda yatmaq insan səhhəti üçün çox yaxşıdır. Və hətta mənə sual göndərən tamaşaçıların sırasında da onların sağlamlıqla bağlı, əhval-ruhiyyə ilə bağlı müşkilləri olub, problemləri olub, onlara yatmaq saatlarını araşdırdığımız zaman yəni belə nəticə almışıq ki, yuxu məsələsində proqramı yoxdur. Proqramı yoxdur deyə məhz sağlamlığı da geri düşür və o artıq gündüz fəaliyyəti göstərə bilmir. Ailəsinə həmin o əhval-ruhiyyəni, şadlığı, mehribançılığı və məhəbbəti verə bilmir. Çünki öz səhhətində artıq problem yaranır.